Rezidentlərin sayına görə ölkənin ikinci ən böyük sənaye parkı olan Ağdam Sənaye Parkında 30 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən layihələrə 149 milyon manat investisiya yatırılıb. 13 müəssisə fəaliyyətə başlayıb, 1000-ə yaxın daimi iş yeri yaradılıb. Sənaye Parkında fəaliyyət göstərən müəssisələrdə yerli sakinlərin işlə təmin olmasına xüsusi diqqət yetirilir. Ağdam Sənaye Parkında fəaliyyət göstərən Bafco Invest Məhdud Məsuliyyətli Cəmiyyətinin ayaqqabı fabrikində istehsal üzrə direktor müavini Musa Alızadə bildirib ki, hazırda müəssisədə 70-dən çox işçi çalışır və əməkdaşların böyük əksəriyyəti keçmiş məcburi köçkünlərdir. Əməkdaşlarımızın 99%-i demək olar ki, Ağdam ərazisindəndir və 90%-dən artıq keçmiş məcburi köçkünlərdən, keçmiş məcburi köçkün statusu daşıyanlardan cəlb olunmuşdur. Bundan başqa dövlətimizin köç siyasətinə uyğun olaraq yeni, yəni işğaldan azad olmuş torpaqlarda yeni təmir quruculuq işləri aparıldıqdan sonra yaradılmış kəndlərdən əməkdaşlarımızı daha çox seçirik və bunlara üstünlük veririk. Bundan başqa bizim artıq istehsal gücümüzü artırmağı düşünürük və bu plana da uyğun olaraq yeni əməkdaşlar işlərə cəlb olunacaq və yeni əməkdaşları da yenə keçmiş məcburi köçkünlər, dövlətimizin köç siyasətinə uyğun olan sakinlər daha çox cəlb olunacaqdır yenə. Sənaye Parkında yaradılan iş yerləri yalnız iqtisadi deyil, sosial baxımdan da mühüm əhəmiyyət daşıyır. Ağdam sakinləri üçün doğma torpaqda yaşamaq və işləmək illərin həsrətindən sonra yeni bir həyatın başlanğıcı kimi qiymətləndirilir. Hardasa 2 ilə yaxındır ki, Bafco Invest MMC-də mütəxəssis kimi işləyirəm. Ağdam şəhərində öz köhnə dədə-baba torpağımızda məskən salmışıq, köçmüşük, yeni evlə təmin olunmuşuq. Həm öz torpağımda, həm dədə-babamın yaşadığı torpaqda işlədiyim üçün, burada həm yaşayıb həm işlədiyim üçün xoşbəxtəm. Çünki indiyə kimi ancaq Ağdam haqqında eşitirdik böyüklərimizdən. İndi hal-hazırda həmin yerdə yaşayırıq, işləyirik, pul qazanırıq, gələcəyimizi qururuq, karyerimizi qururuq. Bu bizim kimi gənc kadrlar üçün çox sevincli bir haldır. Kəngərli kənd sakini Günay Məmmədova diqqətə çatdırıb ki, dövlət tərəfindən həm yaşayış, həm də məşğulluq məsələləri diqqətdə saxlanılır. May ayında köçmüşük öz doğma yurt yuvalarımıza. Sağ olsunlar, dövlətimiz də bizi işlə təmin edirik, işləyirik. Yaxşıdır, yəni razıyıq, çox razıyıq. Bugünkü gündə o qədər sevinirik ki, doğma torpaqlarımızda qayıtmışıq. Həm bizi evlə təmin ediblər, həm də işlə təmin ediblər. Beləliklə, Ağdam Sənaye Parkı bugün yalnız istehsal məkanı deyil, həm də qayıdışın sosial-iqtisadi dayaqlarından biri kimi çıxış edir. Burada yaradılan hər bir iş yeri doğma torpaqlara qayıdan insanlar üçün sabit gəlir və gələcəyə inam deməkdir.